Salam hörmətli izləyicilər, videoya xoş gəldiniz. Bu videoda birinci sualın izahına baxacağıq. K açarı açıq olduqda ampermetrin göstərişi 5 amperdir. Açarı qapadıqda ampermetrin göstərişi nəyə bərabər olar? Birinci açarın açıq vəziyyətinə baxırıq. Açar açıq olanda bu yanındakı bu rezistordan cəryan keçmir. Onda dövrəni izləsək, baxın 2 dənə rezistor ardıcıl birləşib və ampermetrdə onlardan keçən cəryan şiddətini ölçəcək. Bu iki rezistor ardıcıl birləşdiyinə görə ümumi müqaviməti biz tapanda toplayacağıq. 4-ün üstünə 2-ni gələcək, bu eləyəcək 6. Mənbənin gərginliyini tapaq. Baxın, daxili müqavimət 0-dır. U da bərabərdir EHQ minus IR-dir. Daxili müqavimət 0 olanda U elə EHQ-ya bərabər oldu. Digər tərəfdən U-nun düsturu I böyük R-dir. Cəryan şiddəti 5 amperdir. Ümumi müqaviməti 6 tapmışam. Bu eləyəcək 30. Deməli, burada gərginlik 30 voltdur. İndi isə gəlin açarı bağlayaq. Açar bağlı olanda artıq bu iki rezistor paralel, bu rezistor onlara ardıcıl birləşmişdir. Ampermetr isə yenə də dövrəyə gələn ümumi cəryanı ölçür. Ampermetri bura qoşdum, bura qoşdum, bura qoşdum. Heç bir fərqi yoxdur. Haçan fərqi olar və ayrıca buna qoşanda artıq buradan keçən cəryanı ölçər və fərqi olar. Ancaq buradan ixtiyari yerdə qoşduqda onsuz da dövrəyə gələn ümumi cəryanı ölçəcək. İndi gəlin ümumi müqaviməti tapaq. 2 dənə rezistor paralel birləşib, hər ikisinin müqaviməti 2-dir, sayına bölürəm eləyir 1. İndi siz bunların yerində tək bir dənə rezistor düşünün və o rezistorun müqaviməti 1 ohm olsun. Bu 1 ohmdan da bu 4 ohm ardıcıl birləşib. Onda deməli toplamalıyam. Bu da eləyəcək 5 ohm. Və hazırki situasiyada bizim gərginliyimiz 30-dur. O dəyişmir. Cəryanımız, müqavimətimiz isə 5-dir. 30-u da 5-ə böləndə eləyəcək 6 amper. Deməli, ampermetr bu dəfə 6 amper cəryan göstərəcək. Qeyd edeyim ki, gərginlikdən danışacaq olsaq, məsələn, 4 ohmun gərginliyini ölçmək üçün voltmetri buna qoşacağıq. Buranın gərginliyini ölçmək istəyiriksə, voltmetri buna qoşacaq. Onsuz da hər ikisinin açarın bağlı vəziyyətində gərginlikləri eyni olacaq. Çünki paralel birləşiblər. Gərginliyi ölçmək üçün voltmetri paralel birləşdirmək lazımdır. Voltmetrin müqaviməti böyük olduğu üçün dövrəyə paralel qoşulur. Ampermetr isə ardıcıl qoşulur. Əgər buradan keçən cəryanı bilmək istəyiriksə, bu rezistordan keçən cəryanı bilmək istəyirsə, ampermetri bura qoşmalıyıq. İndi dövrədə tutaq ki, buradan 6 amper cəryan gəlib, açar da bağlıdır. Müqavimətlər eyni olduğuna görə cəryanlar bərabər bölünəcək. 3 amperi buradan keçəcək, 3 amperi buradan keçəcək. Təzədən birləşib burada yenə 6 amper olaraq gəlib çıxacaq.